Elçin bəy, mənim ilk sualım belə olacaq. Bookmalla əlaqəli olacaq. Niyə bookmal? Kitab satışına başladım. Ondan sonra düşündüm ki, mən gələcəkdə sadəcə kitab satmaq istəmirəm. Ümumiləşdirib bir ticarət mərkəzi mənasını verən mall sözü ilə booku birləşdirdim və bir bookmall yaratdım. Ümumiyyətlə fikirləşirdiniz bu tutulacaq, tutulmayacaq, alınacaq, aldıra biləcəksiniz ya yox. Mən 4 manata aldığım kitabı sataraq öz biznesimə başladım və buna görə də başlıq həmişə bu formada oldu. Instagram səhifəsi açdım və başladım kitab satmağa. Sifariş gəldikcə oradan alıb satıb və üzərində 1-2 manat pul tuturdum. İndiki gənclərlə, məsələn, sizinlə özünüz gənc sayılırsınız da. Nə fərq gələnlərdən 5 il, 6 il, 7 il bundan qabaqki gənclərlə son illərdəki gənclərin xarakter cəhətdən, düşüncə tərzi nə ilə fərqlənir? Necədir? 90-cı illərin gəncləri idi və onlar daha çox oxumağa meylli idilər və hal-hazırda o gənclərin bir çoxu artıq demək olar ki, ölkədə yaşamır. İlk qurulan vaxtdakı müştəri kütləsinin böyük bir hissəsi artıq xaricdə yaşayır, xaricdə oxuyurlar, orada işləyirlər. Bu yeni nəsillə köhnə nəsli müqayisə etdikdə təbii ki, oxuculuq qabiliyyəti olduqca aşağıya düşüb və indiki gənclər əvvəlkilərdən fərqli olaraq daha çox əyləncə konseptinə üstünlük verirlər. Orada hamısı çəkir, yəni belə sırf kameradan baxırlar. Bəli. Canlı baxmırlar. Hansı sənin gözündən gördüyün əslində sənin tarix odur da, yəni sən orada olmağını rəsmiləşdirən şey sənin gözündən gördüklərin. Bəli. Bəyənilməyə ehtiyacları var. Və insanların bu cəhətdən bir rəqabətləri var ki, filan kəs ora gedibsə, mən də ora getməliyəm və göstərməliyəm ki, mən də burdayam. Psixoloji aclığın bir şeydir də, nəticəsi səbəb ola bilər də. Bəyənilməyə ehtiyac duyurlar, rəqabət aparırlar həm də. Ən əsası bəyənilməyə ehtiyacdır. Hər bir insanın bəyənilməyə ehtiyacı var. Yəni insan uğurlu olmaq üçün ilk addımlayıcı olmalı. Çünki hər bir insan fərqlidir, hər bir insanın potensialı fərqlidir. Sən öz potensialını düşünməlisən ki, mənim nəyə bacarığım var, mən nəyi istəyirəm.